İndi isə əziz tamaşaçılar, biz özəl pensiya fondlarından danışacağıq. Ümumiyyətlə, özəl pensiya fondları nədir və bizə nə qazandıracaq? Təbii ki, bunun yaxşı tərəfləri çoxdur. Bu arada bizə daha ətraflı məlumatı isə əməkdaşımız Xuraman çatdıracaq. Bir müddətdir müzakirə olunan özəl pensiya fondlarının yaradılması yaxın zamanlarda reallaşa bilər. Əksər ölkələrdə illərdir işləyən bu qurumun ölkəmizdə də vətəndaşlara xidmət göstərməsi gündəmdədir. Yəni vətəndaşın iki mənbədən pensiya almaq imkanı yaranacaq. Bəs əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bu bazanın üstünlükləri nədir? Dövlət pensiya fonduna yığımlar əmək hesablandığı üçün bu yığımlar davam edir. Amma məsələn, vətəndaşımız ay ərzində müəyyən məbləğdə vəsaiti 50 manat, 60 manat və ya daha aşağı 20-30 manat fonda ödəməklə pensiya yaşı tamam olanda artıq həmin fonddan pensiya almaq imkanı qazanır. Yəni bəzi hallarda vətəndaşlarımız xüsusən də öz vəsaitlərinin bir hissəsini həmin fonda yönətməklə artıq iki mənbədən pensiya almaqla həm də pensiya məbləğlərini artıra bilərlər. Qeyd edək ki, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq 300 manat almaq imkanı qazanacaq. Vətəndaşımızın dövlət pensiya fondundan aldığı pensiya məbləği 600 manatdırsa, yığımlar nəticəsində formalaşmış kapital hesabına özəl pensiya fondundan 300 manat pensiya ala bilər. Məsələdə bu imkan verəcək ki, özəl pensiya fondunu istifadə edən vətəndaşımız bu nümunədə 600 manat deyil, 900 manat pensiya ala bilsin. Bu da təbii ki, onun pensiya məbləğinin artmasına və sosial təminatının yaxşılaşdırılmasına imkan verəcək. Burada vacib məsələlərdən biri də vəsaitin səmərəli şəkildə istifadəsidir. Əgər özəl pensiya fondu həmin vəsaitdən investisiya qoyuluşlarında istifadə edə bilirsə, həmin vəsaitdən olan qazancı illik inflyasiya faizindən daha yüksəkdirsə, o halda əlbəttə ki, bu həmin investisiya fonduna daha çox qazanc əldə etmək və həmin vəsaitlərdən vaxtında vəsaitləri indeksləşdirmək, pensiyaları artırmaq və yaxud da həmin vəsaitlər üzrə öz öhdəliklərini yerinə getirməyə imkan verir. Qeyd edək ki, qarşılıqlı razılaşma əsasında vətəndaş özəl pensiya fondunda topladığı kapitalın bir hissəsini pensiya yaşı tamam olmadan da götürə bilər. Məsələn, pensiya yaşı 65-dir, amma o 55 yaşına müraciət edərək özəl pensiya fondunun topladığı kapitalın bir hissəsini götürüb istifadə etmə imkanına malik ola bilər. Nəticədə bu imkan verə bilər ki, özəl pensiya fondunda yığılmış kapital daha tez istifadə olunsun. Onu da deyək ki, özəl pensiya fondunda vətəndaşın rəsmi iş yerinin olması vacib deyil.